Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün bir mövzuya toxunmaq istərdim. Toyuqlara cuma iynəsi vuranda hansı iynəni alıb vurmaq lazımdır? Çünki bir neçə abunəçim yazmışdı ki, biz H vaksini vurduq, ondan sonra toyuqların çoxu qırıldı. Bəli, bu hallar baş verə bilər. Yəni o iynələr fərqli olur, yəni cuma iynəsi. İndi mən sizə ətraflı danışacağam, hansı və necə iynəni vurmaq lazımdır. Yəni hansı iynəni alıb vurmaq lazımdır. Mövzumuza keçməmişdən öncə artıq dərəcədə xahiş edərdim ki, əgər kanalımıza abunə deyilsinizsə, abunə olun, videolarımıza da artıq dərəcədə xahiş edərdim like qoyun. Deməli, əziz izləyicilər, yəni çoxunuzun başına gələ bilər. Gedirsiniz, H vaksini alırsınız, gətirirsiniz toyuqlara vurursunuz və başlayırlar toyuqlar qırılmağa. Onu qeyd edeyim ki, bu H vaksini iki cürə olur. Yəni necə? Biri şüşə qabda satılır, yəni ampula kimi qabdadır. Onu alırsınız, qırıb özünüz, yəni şüşəni belə qırırsınız, başını o necə ki insanlara iynə vururlar, belə şüşə qabda olur. Kəsirsiniz, sonra da qırıb içindən o dərmanı çıxardıb vurursunuz da insana. Bu da bax belə, birincisi belədir. Yəni şüşə qabda olur, onun başlığını qırırsınız, şüşəsini. İçinə 100 qramlıq qaynanmış su götürürsünüz, elə bil ki, yəni ilıq halında. Onu şpritsə çəkib, onun içinə töküb və içindəki dərmanı çıxardıb, bir də onun bir tabletka duzu olur. Onunla qarışdırıb 100 qram suya və başlayırsınız vurmağa. Bu yaxşısıdır. Ancaq əziz izləyicilər, bu H vaksinin bir də belə bir cürəsini satırlar. Şüşə qabdadır, ancaq başı da elə bil ki, rezin probka var və o rezində dəmirə şey olub da, yəni dəmirlə bağlanıbdır. Onu siz misal üçün dəmirini qırırsınız, o rezinini çıxarırsınız, ya başını açırsınız, misal üçün içinə şprislə su doldurub, onu çalxalayıb, sonra şprislə çıxardıb suya qatsınız. O çox, belə deyim də, çox pisdir. Yəni necə pisdir? Bütün cücəni qırır. Yəni o güclüdür. Cücəni, toyuğu qıra bilər. Çünki H vaksini bilirsiniz ki, virus daşıyıcısıdır və toyuğa da vurdunuz, yarı toyuğu qıra bilər. Ona görə əziz izləyicilər nə etməlisiniz? Əgər baytarlığa getsiniz, H vaksini adı ilə, yəni deyirsiniz ki, H vaksini belə deyək də, H vaksini verin. Onlar sizə əgər o dərmandan verirlərsə, yəni belə deyək də, o ampulanın içində olur şeydə, elə bir o şüşə qabda olur, başı dəmirlə bağlı və rezin qapağı olan, ondan almayın. Ancaq H vaksinin şüşə halında, yəni belə şeydə olur, yəni şüşə qabda olur, başını kəsirsiniz, qırıb içindən o elə bir ki, şprislə suyu əlavə edib, içindən sonra çıxardıb onu 100 qram suya qatıb vurursunuz. Bax, ondan alın. O birisini əgər sizə baytar, belə deyərdim, versə, indi bilməyənlər onu da alıb gətirib vura bilər. Qətiyyən onu almayın. O çünki toyuğu qırır. Bunun bir insan var idi. O dedi ki, mən həmişə H vaksini vururdum. Yəni normal olurdu. Ancaq bu səfər beləsini aldım. Yəni başı dəmir olan, içində də elə bir ki, başında da rezin probka olur. Ondan aldım, bütün toyuğu qırdı və mənim yadıma düşdü, bir dəfə də mənim elə bir hadisə başıma gəlmişdir. Yəni necə? 70 dənə cücəm vardı, 3-4 aylıq, daha doğrusu 2-3 aylıq idi və 30 dənə də toyuğum və mən ondan aldım, vurdum. Onu alıb vurandan sonra cücələr başladı pipi qaralmağa, qırılmağa. Ancaq toyuqların bir-ikisinə bir şey oldu. Yəni o çox güclü dərmandır. Hətta mən onu o vaxt alanda baytar demişdi, biraz ondan az vur. O cücəni qıra bilər. Məndəki ağlım kəsmədi ki, həmişə mən H vaksini vururam da, yəni heç nə olmur. Ona görə əziz izləyicilər, yəni bax buna nəzarət edin.
Çünki çox abunəçilərim yazır ki, H vaksini qırır. Bəzi baytarlar da qansız, belə deyərdim, malı getsin deyə şey deyirlər. Yəni mənim də başıma gəlibdi, onu bir baytar vermişdi və getdim dedim, dedi o biraz güclü. Dedim bə güclüdür. Mənim 72 dənə cücəm qırıldı. Bə buna indi ta gedib bizdə də elə şey yoxdur da gedək məhkəməyə verək, nə bilim nə sübut eləmək üçün də ta elə ondansa ta dedim nə isə Allah özü bilsin. Hə, yəni sözü ona gətirmək istəyirəm ki, əziz izləyicilər, H vaksinini alanda diqqətli olun. Onun biri bütün belə deyərdim, cücəni qıra bilər. Yəni o ağzında dəmir olan belə deyərdim, probkası olur rezindən. O qırır, hətta toyuğa belə. Ancaq o birisi yaxşıdır. Yəni şüşədə olan ampulanın içində belə onun şüşəsini, başını qırırsınız. Yəqin fikrim çatır da, ondan alıb vurursunuz. O yaxşıdır. Yəni mən də illərdir ondan vururam, heç bir problemi olmur. Ancaq bir dəfə bu birisindən vurmuşdum və nəticəsini görmüşdüm. Yəni cücəm qırıldı. İndi də bir tanış elə elədi, bildim ki, hə, bu belədir. Ona görə istədim sizə də bu məsləhəti verəm və sizinlə bölüşəm ki, elə etməyin. Yəni gedib o ampula da olandan alın da. Yəni başında o probka olur rezindən, dəmirlə də bağlanır. Ondan almayın. O bütün toyuğunuzu, cücənizi qıracaqdır. Ona görə istədim bunu sizinlə paylaşam və siz də belə deyim, biləsiz, sabahsı günü bu səhvi etməyəsiniz. Sonra deməyin ki, ay H vaksinindən qırıldı. Bəli, H vaksinindən ola bilər, ancaq onu siz alsaz, o başı dəmirlə bağlanan, belə deyək, o rezin probkası olan, ancaq şüşədə olandan alıb vursaz, heç bir problem olmayacaqdır. Yəni, bax belə, bunu bilin. Ehtiyatlı olun H vaksinini alanda. Hətta baytar versə belə götürməyin onu. Başqa yerdən digərini alın, o şüşədə olanı. Bax belə, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza like olun. Sağ olun əziz izləyicilər, salamat qalın.